Bunlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında fərman imzaladı. Bir mənalı şəkildə qeyd etmək lazımdır ki, həmin fərman mütərəqqi islahatları, inkişaf tempi və yeni, səmərəli, müasir xidmət modeli ilə Azərbaycanın artıq brendinə çevrilmiş asan xidmət mərkəzlərinin fəaliyyətini genişləndirməklə yanaşı, vətəndaş dövlət münasibətlərinin davamlı inkişafı, müvafiq dövlət idarələrində işlərin müasir texnologiyalara əsaslanaraq şəffaf və operativ şəkildə aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sosial yönümlü mahiyyəti və çoxşaxəli fəaliyyət strategiyası ilə çəkilən sənəd bəzi dövlət qurumları qarşısında konkret vəzifələr də qoyur və hətta həmin vəzifələrin həyata keçirilməsi mexanizmini açıq şəkildə göstərir. Dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiqi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması məqsədi daşıyan fərman özlüyündə çoxşaxəli fəaliyyət strategiyasını əhatə edir. Sosial yönümlü sənəd dövlət idarələrinin vətəndaşlara operativ və keyfiyyətli xidmət göstərməsi işini daha da təkmilləşdirəcək. Fərmandan irəli gələrək görüləcək işlərdən biri yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi işinin elektronlaşdırılmasıdır. Cənab Prezident bu xidmətin asan mərkəzlərində həyata keçirilməsi ilə tapşırıqdan əlavə bu xidmətin necə həyata keçiriləcəyi ilə bağlı konkret prinsipləri müəyyən edibdir. O prinsiplər ondan ibarətdir ki, arayış informasiya sistemi vasitəsilə elektron qaydada formalaşdırılmalıdır və vətəndaşa təqdim olunmalıdır. İkinci, bu arayışı əldə etmək üçün vətəndaş yalnız şəxsiyyət vəsiqəsi ilə asan xidmət mərkəzinə müraciət edə bilər. Yəni, bu arayışı vətəndaş asan xidmət mərkəzində istəyərkən ondan şəxsiyyət vəsiqəsindən əlavə heç bir sənəd, heç bir ödəniş tələb oluna bilməz. İndiyə qədər arayışlar hardan? Gedirin dövlət dəftər kitab açırdılar. Məsələn, JEK-lərdə, belə demək mümkün, mənzil istismar sahəsində köhnədən qalan kitablar, dəftərlər açırdılar, ora baxırdılar qeyd. Amma burada bir mənalı qeyd olunub ki, arayış elektron informasiya sistemi əsasında verilməlidir. Bu, mühüm addımlardan birisi budur. Nə mənada? Gələcəkdə də başqa arayışlar da olacaq. Forma 2-lər var, nə bilim, digər arayışlar var. Fərmanda nəzərdə tutulan digər məsələ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsidir. Bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinə elektron lisenziya portalının yaradılması ilə bağlı göstəriş verilib. Həmin portal elektron hökumətin əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət sahəsi ilə məşğul olmaq istəyən sahibkarın bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbələrdə dayanmasına, nə də çoxlu sənəd toplamasına ehtiyac qalacaq. Hazırda 23 Mərkəzi İcra Hakimiyyəti orqanı tərəfindən 59 fəaliyyət növü lisenziyalaşdırılmışdır. Bu sahələrdə lisenziya verilir. Bu istiqamətdə elektron icazələrin elektron informasiya portalı yaradılmışdır və burada da əsas məqsədlərdən biri o idi ki, yerli və Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən verilən lisenziyalar barədə həmin informasiyalar həmin saytda yerləşdirilsin. Ümumiyyətlə, bütün sahibkarlıq fəaliyyətini tənzimləyən icazə verici sənədlər, icazə xarakterli sənədlər, həmin barədə məlumatlar həmin saytda yerləşdirilsin ki, sahibkarlar da, sahibkarlıq subyektləri də asanlıqla həmin sayta daxil olaraq məlumatları əldə etsinlər. Nəzərə alsaq ki, müasir dövrdə ictimai həyatın bütün sahələrini əhatə edən elektron xidmətlər iqtisadiyyatın və sahibkarlığın inkişafında da mühüm rol oynayır. O zaman fərmanın qeyd olunan istiqamətdə görülən işlərin səmərəliliyini daha da artıracağını əminliklə söyləmək olar. Sənəddə yer alan digər vacib amil Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etməsi məsələsidir. Bu günə qədər proses belə idi ki, təbii ki, qanunla müəyyən edilmiş proses belə idi ki, vətəndaş qeydiyyata düşmək üçün Daxili İşlər Nazirinə müraciət edir və onun vətəndaşlığı barədə şübhə yarandıqda qurum onu miqrasiya xidmətinə göndərirdi ki, yəni vətəndaşlıq mənsubiyyəti haqqında arayış gətirsin. Araşdırsın. Vətəndaş yenidən miqrasiya xidmətinə müraciət edirdi. Miqrasiya xidmətinin arayış aldıqdan sonra yenidən də Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət edirdi. Yəni bu bir neçə instansiyadan keçmə həm vaxt itkisinə, həm də o gedib gələndə itirdiyi əlavə maliyyə itkisinə
səbəb olurdu vətəndaşlar üçün. Fərmanın subyekti olan daha bir mühüm məsələ isə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi və taksi minik avtomobillərinə fərqlənmə nişanının verilməsi xidmətlərinin Nəqliyyat Nazirliyinin asan xidmət mərkəzlərində həyata keçirilməsini təmin etməsi ilə bağlıdır. Bundan əlavə standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir. Diqqət çəkən məqamlardan biri də eyni xidmətlərin bir neçə dövlət orqanı tərəfindən göstərilməsinə önəm verilməsidir. Bu zaman onlar arasında sağlam rəqabət mühiti yaranır ki, nəticədə də vətəndaş məmur təması aradan qalxır. Yarana biləcək korrupsiya, süründürməçilik kimi halların qarşısı effektiv şəkildə alınır. İlk növbədə bu vətəndaş-məmur münasibətinin minimuma endirilməsi vətəndaş-məmur ünsiyyətində prosesin qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxsin subyektiv mülahizələrindən asıllığın istisna edir. Yəni, bu asıllığın istisna olunması isə öz növbəsində sui-istifadə, süründürməçilik, hər hansı negativ halların baş vermə ehtimalını aradan qaldırır. Bu baxımdan fərman həqiqətən dəyərlidir. Və bu təhlillərin nəticələri də onu göstərir ki, hansı sahələrdə ki, elektron xidmətlər, müasir informasiya texnologiyaları tətbiq olunur və dövlət xidmətləri elektronlaşdırılmış qaydada həyata keçirilir, o sahədə dərhal müsbətə doğru korrupsiya qarşı mübarizə, korrupsiya hüquq pozmaları barədə müraciətlər dinamikasında müsbətə doğru əsaslı dönüş yaranır. Eyni xidməti göstərmə imkanının paralel olaraq bir neçə quruma verilməsi həmçinin vətəndaşa seçim imkanı yaradır. Bu seçim isə səmərəlilik göstəricisini müəyyənləşdirir. Qurulan yeni modeldə dövlət qulluğu anlayışı cəmiyyətə, xalqa qulluq mənasını ifadə edir. Vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi onun məmnunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. İctimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik ön plana keçir. Xatırladaq ki, dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi hələ 2007-2011-ci illərdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya icra edilib. Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunub. Siyasi varisliyə, milli maraqlara və müasirliyə əsaslanan səmərəli idarə etmə modelinin qurulması məqsədi ilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məhz dövlət başçısının sərəncamı ilə Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyasının hazırlanması da ölkədə yeni inkişaf mərhələsinin başlandığının göstəricisidir. Beləliklə, Prezident İlham Əliyevin imzaladığı dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma